Zahid Musay. Rahmetli Mehmet. İran her günün bir güzelliği var. Allah Teala bütün günü güzel yarattı. Ama bugünkü gün daha güzel, daha farklı bir gündü. Ona göre farklı bir gündü ki dünyaya götürsen bu günleri 67'kin qeyd edirik Azərbaycanı. Yani böyle bir dünyaya gelen insan Azərbaycan mədəniyyəti üçün, Azərbaycanın təbliğatı üçün doğrudan da biraz önce çok güzel vurguladılar yoldaşlar. Hamısı öz o təşkilatları danıştılar. Xəzərlə biz çok yoldaş olmuşuq. Əlaqsız o takın yaranmasında Azərbaycanın ne kadar təbliğini esas Azərbaycandan başladı. O təbliğatın yaranması dünyaya gösterdi ki böyle bir millet var, böyle bir ülke var. Avrupa ülkelerinin hamısına bildirdi ki yani, bu özü bir tarihtir. Aldık bir günden beri hırda bir latife diyecek, bir günleri haber aldım ki Hazır sen neçə yaşın var? 20 yıl qabağı. Ha? 20 yıl qabağı. 20 yıl bundan qabağı. Ben 40 yaşımda. Bu görən çok təmkinlə danışır. O nitqi də ki gözəldir. O sahədə mən biraz toxunacağım. Dedim sen neçə yaşın var? Dedi ki 45 dedi, 15, 40 dedin ha? Baxdım belə dedim, gör mən kimlə yoldaşlıq edirəm. Mənlə sənlə bir 60-70 yaşın var ha dedim. Doğrudan da sen ne kadar müdrik bir gençsen, ondan sonra bu işleri doğrudan da sen öz yerine getirirsen, bu işleri ötesinden gelirsen. Kaldı ki Avrupa ülkelerinde de biz gidende mesela, bütün insanları burada teşkilatçılığı hamısı Xəzər yığıb aparırdı ona. Ve bir doğrudan da büyük bir kulübeydi. Muhteşem bir kulübeydi. Orada gelenlerin ekseriyeti bir günleri oranın ya da seferi Belçika'da Brüksel. Belçika, amma yığışmışıq bir yere. Bu gelenler bir kelime, bir söz demir, ama böyle oturdular. Bilmirəm nəyə gəlmiş. Neye göre gelirler, ne deyirler bunlar? Bir fikir değilmirler bunlar. Gelip otururlar. Ahlı ben dedim ki bir dakika yolda sefer, icazə ver. O Xəzər müəllim açıklasın ki biz neye gelmişik, neye göre biz buradayız. Xəzər müəllim durdu, doğrudan çok bir diplomatik bir danışıqlarla artık bütün her şey öz yerinde danıştı, ona gösterdi, bildirdi ki yani ki Azərbaycan ne demeli. Xəzər müəllim, ben çok danışmıram. Sen hem de vefalı dostsan, hem de ki nice demek, Azerbaycan bir ziyalısısın sen. Ona göre de bak diğer dostlar seni hatırı istiyor. Ben de o cümleden, o bakanlar Sabir Məlim dedi ki içeri girende ben. Dedi sen vefalı dostuz, sizler de vefalısınız. Ki geldi bu günleri qeyd edirsiniz bunu. O bizim borcumuzdur. Hamıza can sağlık arzumu. Balaların doyun görese, neden doyun görese, mesela tebrik ederim seni, öpürəm seni. Həlbəttə verdi çox. Niyə bu simvolik hediyə olacaq? Bir daha da ama şey var ki sen o bununla yaxı qutara bilmezsin. Ne olsun ki gedək bir ora göre bir dünya senin, dünya benim. Dünya bugünleri Xəzərin dünyasıdır. Dünya qalib Azərbaycanın dünyasıdır. Çox sağ ol, Yamadı müəllimlə mənim bir duetim var. Duet deyəndə musiqi illərlə 40 ildən artıq ki Azərbaycan dünyasını nətədirlə çalxalandıran bir dünya sənin, dünya mənim var. Yamadı müəllimlə mənim
20 ilə yaxındır ki, onun o şeir parçası mən demişdim. Sayma müəllimin o təqdimat günlərindədir. Azərbaycanda, Avropada, Orta Asiyada, Rusiyada, başqa ölkələrdə və biz bir yerdə olanda həmişə ona dostlar üstün Niyaməli müəllim istədi. Dünya sənin, dünya mənim, dünya heç kimin. Hansı ki, rəhmətlik Ulu Öndər Heydər Əliyevi Azərbaycan dünyasında kövrəldən 3-4 sənətkar varsa musiqiçi, necə deyər, müğənni deyər, xanəndə deyər, bəstəkar deyərlər, onlardan biri və bəlkə də birincisi Niyaməli Musayev olub. Həmin o mahnı ilə sözlər gözəldir, musiqi də gözəldir, ifa da gözəldir. Bunlar üçü kompakt təşkil olunanda olur əsər. Musiqi, söz, ifa. Bunun üçü də yerindədir. Niyaməli müəllim, eşq olsun, dünya Şeir biraz da daha da onu gözəlləşdirir, daha da yaxşıdır. Hani efirdə biraz uzun olduğu için onu şeiriyyatla bir balaca kəsirlər. Yox, gərəkən 7 dəqiqə oxuyurlarsan, 5 dəqiqə oxuyurlarsan. İndi də ora qanun qoyurlar ki, belə. O da ki, əmələ gəlmir, qısadırlar. Söz verdim, söz adlı dəfinə verəm. Tək bircə ölümsüz qərinə verdim. Umdum nə verdi ki, küsəm nə verəm. Mən belə dünyanın nəyindən işim. Çaydı dəhnəsində hırsız əcdaha, gecəsi salamat çıxmaz sabaha. İti bazarımda atından baha, mən belə dünyanın nəyindən işim. Ayağının altına yastığı qoyanlar, başımın altına qumbara qoydular ya. Nadanlar dünyanı qumara qoydu, mən belə dünyanın nəyindən işim. Bir üzü işıqdı, bir üzü buzdu, məkirli qadındı, gül çöhrə qızdı, həlimdi, ilirdi, sərtdi, quduzdu, mən belə dünyanın nəyindən işim. Olsam öz haqqımın köləsi belə, ərim, öz içində öləzi belə, məndən inciyənin, ondan inciyənin lap beləsi belə, mən belə dünyanın nəyinə işim? Ama ne yazırsan yaz, ne okursan oku. Dünya senin, dünya benim. Değişilmez. Değişilmez. O şedevrdi benim. Sözler de güzel sözlerdi. Ama musikin de sen güzel. Zərrənin işığına milyonlar şərik. Dünya sənin, dünya mənim, dünya heç kim. Çevrəsindən çıxsa əgər sevda purpuran, bir ümidin ətəyindən tutulur oradan. Eşidirsən, qıçıldayır yıxılan, duran, dünya sənin, dünya mənim, dünya heç kim. Bu getgəller bazarında dəvədir dünya. Bu ömürgün naxışında həvədir dünya. Əbədiyə qəhqəh çəkir əbədi dünya. Dünya sənin, dünya mənim, dünya heç kimi. Ayaq saxla, dövrənə baxı ötəri belə, min illərdir araz belə, aynıyam bizim o həkəri belə, akşamların, səhərlərin təkəri belə, dünya sənin, dünya mənim, dünya heç kimi. Çok
Sağ ol.